bir qayda dedik. Dedik ki, insanın xoşbəxtliyə çatmasının, həyatı xoşluq içində keçirməsinin, aram halda yaşamasının yeganə yolu nəfslə mübarizədir. Bunu da qeyd elədik ki, bu dindarlara aid olan bir məsələ deyil. Dindar ya qeyri-dindar, bu məsələdə hər hansı bir fərqi yoxdur. Əslində, dünya xoşbəxtliyinə və axirət xoşbəxtliyinə çatmağın yolları bir-birindən fərqli deyil. Bəlkə mənim bu cümləm sizin üçün təəccüblü görünə bilər. Amma bunu tam qətiyyətlə deyirəm ki, dünya xoşbəxtliyinə və axirət xoşbəxtliyinə çatmağın yolları bir-birindən fərqli deyil. Ən böyük səhvlərdən biri, əsrlər boyu bu səhv düşüncə davam eləyib, ən böyük səhvlərdən biri dini sırf axirətlə əlaqələndirmək olub. Kim axirətdə xoşbəxt olmaq istəyirsə, dinə əməl eləsin, belə düşüncədə olub insanlar. Kim dünyada xoşbəxt olmaq istəyirsə, dinə bir o qədər ehtiyac yoxdur. Bu, ən köklü səhv düşüncələrdən biridir ki, biz bu düşüncəni dəyişməyə cəhd göstərməliyik. Biz Ramazan ayında belə bir nəticəyə gəldik ki, insan öz meyillərini, istəklərini idarə eləməklə, onların bəzisini məhdudlaşdırmaqla, bəzisinə isə yox deməklə xoşbəxt bir həyata qovuşa bilər, xoşbəxtlik yoluna qədəm qoya bilər. Ramazan ayında bunu qeyd elədik ki, insan vücudunun əsasını meyillər və istəklər təşkil edir. Meyil və istəklər insanın mühərrikidir. İnsanın hər atdığı addımın yeganə amili meyil və istəkləridir. İnsan istəyinə görə bu və ya digər addımı atır. Hər hansı addımın arxasında bir meyil və istək dayanır. İnsan meyillərin məcmusudur. Özdə insanın daxilində olan meyillər eyni cinsdən meyillər deyil, müxtəlif, bir-birindən zahirən təzadda olan müxtəlif meyillərdir, istəklərdir. Ona görə də insan müvəffəq yaşamaq üçün ilk növbədə bu istəkləri nizama salmalıdır daxilində. Bu istəkləri ardıcıllıqla bir-birinin ardınca düzməyi bacarmalıdır. İnsan istəklərini idarə eləməlidir. Hansı istəyini, hansına qurban verməlidir, bunu müəyyən eləməlidir. Bax, bu həyatın mənasıdır. Həyat bundan başqa bir şey deyil. Həyat istək və meyillərin idarə olunmasıdır. Hansı istək öndədir, hansı ikinci dərəcəlidir, hansı istəklər toqquşanda hansına qurban verməliyik. Həyat yəni bu. İstər dindarın həyatı, istər dinsizin həyatı, heç fərq eləmir. Həyat istəklərin idarə olunmasıdır. İnsan ömrünün ilk günündən onun əsas mübarizəsi daxili mübarizədir. Xarici mübarizə əsas mübarizə deyil. Hətta biri insanı öldürmək istəyirsə, xaricdən ona bir təhlükə varsa, ilk növbədə daxilində mübarizə başlayır. Bu şirin canından keçim, yoxsa canımı müdafiə eləyim? Bu, insanın daxilində olan mübarizədir. Əgər insan daxilində həyata qarşı məhəbbət və meyl olmasaydı, insanı ölümlə təhdid eləsəydilər, insanın vecinə olmazdı. Deyərsən ki, filan kəs səni öldürəcək, deyərdi ki, öldürsün də. Əgər istək olmasaydı, yaşamaq istəyi, o zaman ölüm təhdidi də insan üçün mənasız olardı. Deyərdilər, səni öldürməyə gəlirlər, deyərdi ki, öldürsün də. Bəyəm, qalmağın nə önəmi var? İnsanda olan həyat eşqidir ki, insanı xarici təhlükələrdən qorumağa vadar eləyir. Və yaxud insanın içində izzət istəyi var. Daxilində bəzən mübarizə yaranır. İzzətimi qoruyum ya həyatımı? Hansına qurban verim? Hansına fəda eləyim? Bunlar həyatın qaydalarıdır. Həyatın düz yaşamağın qaydalarıdır. Düz və ya səhv yaşamağın. Həyat istəklərin idarə olunmasıdır.
Saadətə çatmağın yeganə yolu nədir? İstəkləri düzgün idarə eləmək. Bunu dedik Ramazan ayında. Xoşbəxtliyə çatmağın yeganə yolu içəridə olan istəklərə düz istiqamət verməkdir. Hələ fərqi yoxdur. İnsan xoşbəxtliyi nədə görür? Hələ fərqi yoxdur. Əvvəl belə deyək. Fərqi yoxdur, xoşbəxtlik sənin üçün nədir? Bunu qoyaq bir kənara. Fərqi yoxdur. Hətta bəzi məktəblər var, əxlaq fəlsəfəsini oxuyun, görəcəksiniz ki, bəzi məktəblər var, onlar xoşbəxtliyi ancaq ləzzətdə görür. Yəqin ki, oxumusunuz bunlar barədə. Xoşbəxtliyi ancaq ləzzətdə görür. Onlar deyir ki, dəyər bizim üçün nədir? Dəyər bizim üçün ancaq ləzzətdir. Hər şey ki ləzzətlidir, o dəyərlidir. Hər şey ki ləzzət vermir, o dəyərsizdir. Bütün din alimləri, bütün yox. Bir qism din alimləri bu məktəbə qarşı həmləyə keçir. Amma mən əks mövqedə dayanardım. Mən onun üstünə həmləyə, hücuma keçməzdim ki, sən niyə ləzzətli bir şeyi dəyər hesab edirsən? Niyə ləzzətli bir şeyi dəyər sayırsan? Mən deyərdim ki, gəlin o ləzzətə çatmaq yollarını bəhs eləyək. Sən xoşbəxtliyi ləzzətdə görürsən. Sən xoşbəxtliyi Allaha yaxınlıqda görürsən. Sən xoşbəxtliyi dünya mənfəətində görürsən. Nədə görürsən, gör xoşbəxtliyi. Davaları gəlin kənara qoyaq. Mübahisələri kənara qoyaq. Yolları ortaq eləyək. Ortaq yolla gedək. Fərqli məqsədlərə. Axırda görəcək ki, məqsəd də birləşdi. Məqsəd də ortaq oldu. O ki, deyirlər ki, axir zamanda elm inkişaf eləyəcək. Eyni zamanda mən bu düşüncədəyəm ki, belə başa düşülür ki, axir zamanda elm inkişaf eləyəcək, amma elmin həcmi azalacaq. Niyə görə? Bilirsiniz, ona görə ki, elm adı ilə danışılan sözlərin çoxu artıq sözlərdir, lazımsız sözlərdir. Müxtəlif məktəblər arasında davaların çoxu yersiz davalardır, bu mənim etiqadımdır. Bu çox mühüm məsələdir, mən danışıram. Çox mühüm, sizin təsəvvür etdiyinizdən də mühüm məsələlərdir. Elm adına danışılan sözlərin çoxu mənim əqidəmə görə artıq sözlərdir. Mübahisələrin çoxu lazımsız mübahisələrdir. Gələcəkdə bu fasilələr azalacaq müxtəlif məktəblər arasında və ortaq yollar təklif olunacaq. Məfhumlar bir-birinə yaxınlaşacaq. İnsan saadəti deyəndə gələcəkdə hamı eyni şeyi başa düşəcək. Fərqli şeylər başa düşməyəcək. Sən hansı məqsədə çatmaq istəyirsən? Mən sənə sual verirəm, sən hansı məqsədə çatmaq istəyirsən? Fərqi yoxdur. Mən sənə elə bir yol təklif edirəm ki, o yolla getsən, o məqsədə çatacaqsan. İkimizin də yolumuz eynidir, o məqsədə çatmaq üçün. Əgər bir adamın son məqsədi, nəhayət məqsədi dünyadırsa, bu pis deyə yaxşıdır. Pisini, yaxşını qoyaq kənara 5 dəqiqə. Pisdir, yaxşıdır, bunu dərhal deməyək, sənin məqsədin pisdir. Hələ məqsədin pis və yaxşı olduğunu kənara qoyaq. Sənin məqsədin dünyadır, nəhayət məqsədin. Məsələ bundadır ki, dünyada da xoşbəxt olmağın, axirətdə də xoşbəxt olmağın yolu bir daxı, yolu birdir. Sən başqa yolla getsin, öz məqsədinə çatmayacaqsan. Sənin məqsədin səhvdir, tutaq ki, biz dərhal başlayırıq məqsədi vurmağa. Ki, sən səhvsən, dünya hədəf deyil, düz deyirik bəlkə də, yəqin ki, düz deyirik, amma gəlin ortaq yol təklif eləyək, hamıya. Hamı o yolu təcrübədən keçirməklə əslində məqsədə çatmış olsun.
o zaman məqsədlər də birləşəcək. İnsan müxtəlif məqsədlərə eyni üsulla çata bilər. Bu çox strateji bir mövzudur. Mühüm olan budur. Davaların çoxu yersizdir. Biz başqaları ilə bəhs eləyəndə onun məqsədini vurmaqla başlayırıq ki, sən niyə bunu məqsəd eləmirsən? Amma biz razılaşmalıyıq. Deməliyik ki, ləzzət istəyirsən, mən sənlə razı. Ləzzət istəyirsən, gəl görək ləzzətə çatmağın yolu nədir? Gəl oturaq müzakirə eləyək. Ləzzətə çatmağın yolu nədir? Sənin hədəfin səhv ola bilər, məqsədin səhv ola bilər. Amma sən o səhv hədəfə də çatmaq üçün, düz hədəfə çatmaq üçün hansı addımlar atmalısan, onları atmalısan. Başqa çarən yoxdur. Bütün insanlara, bəşəriyyətə müraciət eləyərək deməliyik ki, bizim hamımızın yolumuz eynidir. Hədəf nə olursa olsun, yol eynidir. Bu ortaq yol hansı yoldur? Bəzi istəklərlə mübarizə, bəzi istəklərə nəzarət, bəzilərini məhdudlaşdırmaq. Bundan başqa kimsə yol tanıyırsa gəlsin mənə desin, mən da sabahdan danışmayayım. Hansı hədəfə çatmaq istəyirsənsə yol, bəzi istəkləri məhdudlaşdırmaq, bəzi istəklərə yox demək, bəzilərini isə qane eləmək. Yəni, sözün qısası, istəklərin idarə olunması insanı məqsədə çatdırır. Həmin o şeydir ki, biz 2 ay nəfslə mübarizə adı ilə onun barəsində danışdıq. Bu yol ancaq dindarlara aid deyil. Ən köklü səhvlərdən biri əsrlər boyu olub ki, deyəndə nəfslə mübarizə din gözümüzün qabağında canlanıb. Dindar ya qeyri-dindar bir insan göstərin ki, nə ilənsə mübarizə aparmır. Bir dənə insan mənə göstərin. Bu yaşamağın yeganə yoludur, nəfəs almağın yeganə yoludur. Daha yaxşı yaşamaq istəyirsən, daha rahat yaşamaq istəyirsən, daha ləzzətlə yaşamaq istəyirsən, bunun yeganə yoludur. Fərqi yoxdur. Hər şey nədən asılıdır? Hər şey istəklərimizi necə idarə eləməyimizdən asılıdır. Həyatımız bundan asılıdır. Müxtəlif məktəblər arasında mən ixtilafı inkar eləmirəm, düz başa düşün. İxtilaf müəyyən həddə var, amma bu qədər də çox deyil. Bu qədər də çox deyil. İxtilafları süni şəkildə çoxaltmışıq. Burada əgər mütəfəkkir, ziyalı gənclər, ağsaqqallar varsa göydə tuturlar ki, mən nə deyirəm, nə demək istəyirəm. Çünki bugün dünyada gedən prosesləri, danışılan sözləri təhlil edən insanlar görər ki, müxtəlif məktəblər, əqidələr arasında bizim zənn elədiyimiz qədər ixtilaflar yoxdur. Biz ixtilafları çoxaldırıq süni şəkildə. Bu da bizim həyata düz yanaşmamağımızın nəticəsidir. Biz vaxtımızı tələf edirik yersiz mövzularla. Biz bu 2 ay ərzində hansı nəticəyə gəldik? Biz bu 2 ay ərzində bu nəticəyə gəldik ki, həyat, yəni istəklərin idarə olunması. Daha yaxşı həyat, yəni istəklərin daha yaxşı idarə olunması. Daha pis həyat, yəni istəklərin pis idarə olunması. Mən dindən danışıram, dindən danışmıram, həyatdan danışıram. Vay o gündən ki, dini həyatdan ayırdın. Onda bilinmir, din nədir, həyat nədir? İkisi də qarışır bir-birinə. Bütün insanlar anadan dünyaya gəlibsə, bu dünyada nəfəs alırsa, istəklərini idarə eləməklə məşğuldular. Bunu ya yaxşı eləyirlər, ya pis. Və fərq bundadır. Bütün insanlar. Biri deyir ki, mən istəklərimi zadı idarə eləmək istəmirəm. Mən istəyirəm, kefim istəyən eləyim. Mən sənə sübut eləyim ki, sən də istəklərimi idarə eləyirsən. Mümkün deyil. Kefin istəyəni eləmək istəyirsən, mən razı. 2 dənə kefin istəyən toqquşdu. Birini seçməlisən. Neynəməlisən? 2 dənə kefin istəyən toqquşdu. Sən dindar deyilsən, hər kimsən. Bir yer var ki, 2 istəyin toqquşdu, birinə qurban verməlisən. İdarə elədin istəyi, nəyəsə yox dedin, bəli. Deməli, sən də mənim kimi nəyəsə yox deməyə məhkumsan. Sən ki, deyirsən, mən ürəyim istəyənləri eləməliyəm, sən də istəkləri idarə edirsən. Sadəcə olaraq yaxşı istəklər və pis istəklər və qurban verirsən.
Dəyərli istəklər və dəyərsiz istəklərə qurban verirsən. Sən də qurban verirsən, onsuz da mən də. Hamı qurban verir. Bu həyatın qaydasıdır. Biri var müsbət meyli mənfiyə qurban verəsən, biri var mənfi meyli müsbətə. Biri var dəyərli meyli dəyərsizə qurban verəsən, biri var əksinə. Hamı bu işlə məşğuldur. Hamı bu məsələ ilə məşğuldur. Heç kəs deyə bilməz ki, mənim hövsələm yoxdur nəfslə mübarizəyə. Nəfslə mübarizə aparmağa məhkumsan. Bütün istəklərin həyata keçməyəcək. Mütləq istəklərin toqquşan məqamları var. Necə hövsələm yoxdur? Sən könüllü ya könülsüz bunu eləməyə məhkumsan. Bu həyatın qaydasıdır, qanunudur. Bəziləri yaxşı istəklərlə mübarizədədir. Bəziləri pis istəklərlə mübarizədədir. Amma ortaq söz nə idi mübarizə? Hamı mübarizədədir. Mübarizə yəni həyat, yaşayış. Mübarizəsiz həyat yoxdur. Sən ki bir şeyə onsuz da qurban verməlisən, burada din gəlir qarışır. Sən ki nəyəsə qurban verməlisən, din gəlir burada qarışır. Deyir, dəyərsizi dəyərliyə qurban ver. Dinin sözü budur. Yoxsa din demir, gəl özünlə mübarizə apar. Həyat bunu deyir. Din də bunu təsdiq eləyir. Amma nəyə qurban verəsən, din bu yolu təklif eləyir. Biz belə yanaşsaq, ixtilafların çoxu həll olunar. Çox aradan gedər. Mən üzr istəyirəm bu sözü dediyimə görə. Şərab içən, araq içən insanlar ki, bu mötəbər məclisdə mən bu sözü dilimə gətirməliyəm, onlarla da biz yol tapa bilərik, bəhs eləmək üçün. Biz o saat onların ləzzət tələbli istəyini vurmaqla mövzuya daxil oluruq. Halbuki ehtiyac yoxdur. İnsanın haqqı var ləzzət istəməyə. İnsan ləzzət almaq arzusunda olmağa haqqı var. Sən içki içirsən, gəl yaxına oturaq söhbət eləyək. Gəl yaxına oturaq danışaq. Mən sənə cənnətdən danışmayacağam. Elə bilmə deyəcəm ki, cənnətdə keyf eləmək üçün gərək 50 il araq içməyəsən. Biz indiyəcəm belə danışmışıq. O da deyir, o hələ nisiyədir. Nə bilim, hər haçandır. Mən indi burada keyf istəyirəm. Bəziləri deyir, o dünyadan gələn olmayıb. Halbuki Allah bütün elçilərini göndərəndə o dünyanı seyr elətdirib göndərib. İndi hər halda o deyir ki, mən keyf istəyirəm, ləzzət almaq istəyirəm. Sən də deyirsən ki, darıxma, bir təhər döz, orada sənə verəcəklər ləzzət. Bizim din məntiqimiz bu olub ömür boyu. Həmişə bu olub. Bəzi insanlar inanıb, xoşbəxtlikdən, çoxsu da deyib ki, sən Allah, mənlə işin olmasın. Qoy mən keyfimi görüm, həyatımı yaşayayım. Mən sənə başqa söz deyirəm, sən şərab içənsən, içki içirsən, nəsə axtarırsan, birdən mən sənə elə bir yol təklif eləsəm ki, sən indi aldığından daha çox ləzzət alacaqsan dünyada, amma şərab içmədən o ləzzət alacaqsan, onda necə? Mən sənə belə bir yol təklif eləyim. Nisyə yox, bugündən başlayaq, gedək. Mən sənə elə bir yol təklif edirəm ki, sən bu dünyada, vurğu ilə deyirəm ki, bu dünyada ondan qat-qat daha çox ləzzət alacaqsan, amma içki içmədən. Ziyanlı bir şeydir, ziyanlı ki, qəbul edirsən. Nəysə istəyirsən bununla çatmaq, mən sənə bundan alisini təklif edirəm, dünyada keyf təklif edirəm, içkisiz, şərabsız. At kənara bunu. Sən niyə görə içki içirsən, nəyə görə şərab içirsən? Məsələn, qəmləri yaddan çıxartmaq üçün. Bir səbəb bu olur, qəmləri yaddan çıxartmaq üçün. O bir filmdə deyir, bütün kənd bilir ki, biz dərddən içirik. Belə bir misal var, hamı bilir ki, biz dərddən içirik. Bəziləri dərddən içir ki, dərdləri yaddan çıxartsın. Mən sənə elə bir yol təklif edeyim ki, içkisiz, filansız bütün dərdləri unudasan. Təfəkkürlə gələsən bu nəticəyə. Mənəviyyatla gələsən bu nəticəyə. Sənə elə bir yol təklif edeyim ki, heç bir problem səni sıxıntıya salmasın. Sənin əzizlərin əlindən geçsin deyəsən, ma rəeytu illa cəmila, gözəllikdən başqa heç nə görmədim. Xanım Zeynəbin sözüdür. Mən sənə belə bir yol təklif edeyim. Problemlər səni qəmləndirməsin, heç bir problem səni qəmləndirməsin. Niyə içirsən? Sən istəyirsən vəcdə gələsən, keyf eləyəsən, mən sənə elə bir yol təklif edeyim ki, ondan artıq məst olasan. Amma şərabsız, məstliyin daha artıq olsun. Bu qədər mey sözü qəzəllərdə işlənib.
Ariflərin qəzəllərinə baxın, meydən nə qədər danışırlar. Bəzi nadanlar da elə bilir ki, onlar içki içiblər. Hansı meydən danışır bu? Meyxanə, Füzulinin qəzəllərinə bax. İrfan ədəbiyyatına bax. Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir? Kim yazıb bunu Füzuli? Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir? Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir? Məstliyin dərəcəsinə bax. Deyir, heç o qədər məstəm ki, heç bilmirəm dünya nədir. Sərxoş adam necədir? Heç bilmirəm dünya nədir, mən kiməm, saqi olan kimdir, bu mey mənə verən kimdir? Mey nədir, badə nədir? Heç birini bilmirəm. Məstiyəm, məsti içindəyəm, keyf içindəyəm. Mənim din deyir ki, məst olma. Sənə məstliyin daha ali növünü təklif eləyir. Daha yaxşı yol təklif edirəm. Neyirsən o acı şey içib? Üstündən də nəsə yiyirsən ki, acılığını aradan aparsın. Niyə? Bütün gözəlliklərin açarı istəklərin idarə olunmasıdır. Bu barədə ətraflı danışdıq. Yadınızdadır nə dedi? Dedi, ilk istək rahat tələblidir. İnsan ilk dəfə dünyaya gələndə rahat tələbliyi təcrübə edir. Rahat tələbliyi. İnsan rahatlıq istəyir əvvəl. Körpə dünyaya gəlib, ləzzət bilmir nədir. Mədəsi acdı, narahatdır, ağlayır ki, rahat olmaq istəyirəm. Rahatlığı təcrübə edir. Həyat ləzzətindən də çox rahatlıq istəyir. Desən, öldürərəm səni, öldürmək bilmir nə demək. Ölüm başa düşmür nə deməkdir. Rahatlıq istəyir. İnsanın həyatda ilk tanış olduğu meyl və istək rahat tələbli meylidir. Onu gərək düzgün idarə eləyəsən. Məktəblərdən başlayasan, ailədən başlayasan, ailədən uşağa elə tərbiyə verəsən ki, uşaq rahatlığı özü üçün hədəf seçməsin. O uşaqlar ki, evdə tam rahatlı olar, ədəbsiz uşaqlardır. Ədəb nədir? Yəni, bunu eləmək olmaz. Yəni, rahatlığa qərim kəsir. Sənə rahatdır, çantova atasan qapının ağzında, rahatdır. Sən götür, apar yerinə qoy. Narahat ol, bu ədəb qaydasıdır. Sənə rahatdır, ayağı bu şəkildə qoyub oturasan, onu tənzimlə. Sənə rahatdır, belə yazasan, yaxşı xətlə yaz. Bunlar hamısı ədəb dərsində, ədəb qaydalarıdır. Ədəb budur. İlk növbədə rahat tələbli. İndi bu gündən nəyə başlayırıq danışmağa? Bu gündən bir xeyli Allah qismət eləsə cümələr, ikinci zəruri istək var ki, ondan sonra tanış oluruq. Hansıdır? Yəqin ki, bildiniz. Ləzzət tələbli. Bu ikinci istəkdir. İnşallah ləzzət tələbli haqqında danışacaq. İkinci mərhələ insan ləzzətlərini idarə eləməklə məşğul olmalıdır. Uşaq əvvəl rahatlıq istəyir, yaşı artdıqca nə olur? Müxtəlif ləzzətlərlə tanış olmağa başlayır, təcrübə eləməyə başlayır. Oyunların ləzzəti, müxtəlif oyunların əyləncəsi, ləzzəti, həyəcanı, daxili ləzzətlər, cinsi ləzzətlər, sonra böyüdükcə mövqeyə çatmaq ləzzəti, məqama çatmaq ləzzəti, hörmət qazanmaq, hörmət qazanmağın özünün bir ləzzəti var. Bütün bu ləzzətlər. Ləzzət geniş bir anlayışdır. İnsan ləzzətini idarə eləməyə başlasa, artıq saadətə çatmağına çox az qalıb və saadət yolu əsasən bundan keçir. Ömür nədir? Ömür. Əsasən iki istəyin düzgün idarə olunması. Gör nə qədər konkretləşdirirəm sizin üçün. Çox zəhmət çəkirəm bu nəticələri əldə eləmək üçün. Çox zəhmət çəkirəm. Ömür iki istəyin idarə olunmasıdır əsasən. Rahat tələbli və ləzzət tələbli. İki istəyi düz idarə eləsə insan xoşbəxtdir. İki istəyi. Günahlar hamısı rahat tələbli və ləzzət tələbliyin nəticəsidir. Biz ona görə özümüzlə əvvəl tanış olmalıyıq. Biz bu sualı verməliyik ki, biz niyə elə yaranmışıq ki, dünya qanunları elədir ki, biz dindar olduq ya dindar olmadıq, mütləq ləzzətimizi məhdudlaşdırmalıyıq. Bu hamının məhkum olduğu bir aqibətdir. Və əslində biz diqqətlə baxsaq, görərik ki, din insanın ləzzətini məhdudlaşdırmaq üçün gəlməyib. Bütün təsəvvürlərin əksinə olaraq. Din insanların ləzzətlərini məhdudlaşdırmaq üçün gəlməyib. Əslində din insanın rahatlığını və ləzzətini artırmaq üçün gəlib.
Dinin əsas məqsədi insana rahatlıq və ləzzət bəxş eləməkdir. Bütün təsəvvürlərin əksinə olaraq. Din bilirsiniz nə deyir? Din deyir, niyə az ləzzətdə qane olursan? Çox ləzzət al. Din ləzzəti məhdudlaşdırmır, əksinə dairəsini genişləndirir. Dairəsini genişləndirir. Din deyir, olmaz. Olmaz. Ləzzəti məhdudlaşdırmaq üçün eləmir, əksinə. Din deyir, olmaz, ləzzəti artırmaq üçün. Çünki bəzi ləzzətlər var ki, onlar, keçmişdə bunu çox demişik, daha böyük ləzzətlərin qabağını alır. Din istəyir ki, sən çox ləzzət alasan deyə deyir, bunu eləmə. Din ləzzətdən məhrum eləmək üçün demir. Din deyir, bu ləzzətdən imtina ilə niyə? Sual verirəm. Dərhal soruş, niyə? Deyir, daha artıq ləzzət al. Bu ləzzətdən imtina ilə daha çox ləzzət verim sənə. Din deyəndə ki, ləzzət alma, əslində ləzzət al deyir. Din ləzzət alma deyəndə ləzzət al deyir. Rahatlığımızı məhdudlaşdırırıq. Mən sizə sadə misal deyim də, bunu alimlər təsdiq edib. Ramazan ayında bunu demişdim. Rahatlıq nədir? Ancaq yumşaq yerdə uzanıb yatmaq. Vallah narahatçılıqdır bu. Deyir ki, dur, get, dağa çıx, mən küçədə gəz, qaç, idman elə. Bu rahatlığı məhdudlaşdır, sonra gör nə rahatlığa çatırsan. Əsr rahatlıq, cismin dincəlsin, rahatlansın. Din ləzzəti azaltmaq üçün yox, əksinə çoxaltmaq üçün gəlib. Bəs olmaz niyə deyir? Axı deyir, eləmə bunu. Günahdır. Niyə? Yersiz ləzzət alma deyir. Ziyanlı ləzzət alma deyir. Dünyada da ləzzət al, amma daha çox ləzzət al. Axirətdən danışmıram ha, dünyada. Dünyada da ləzzət al, nəfəs almağından ləzzət al, amma daha çox ləzzət. Sən insan, mən Allah tərəfindən ləzzət üçün yaranmısan. Mən xəsis deyiləm səni nədənsə məhrum eləyim. Niyə eləyim? Mən səni ləzzətdən başqa məyər bir şey üçün yaratmışam? Nuş canın, mən səni elə ləzzət üçün yaratmışam. Nəyi sənə qadağan eləyirəm? Onu qadağan eləyirəm ki, səni bu ləzzətdən saxlayır. Din gəlib ləzzət tələbli hissini düzgün idarə eləmək üçün. Din istəyir ki, biz heç nədən əziyyət çəkməyək. Hər şeydən ləzzət alaq və hətta əziyyətdən də. Bu cümləni bir də deyirəm. Din istəyir, yadınızda saxlayın. Din istəyir, biz heç nədən əziyyət çəkməyək. Hər şeydən ləzzət alaq, hətta əziyyətdən də. Bu belə bir gözəl dinimiz var. Dinimizin sözü budur. Din deyir, elə ləzzət al həyatdan ki, dillə deyiləsi olmasın. Dillə ifadə olunmasın. Sən soruş, Allah məni niyə yaratmısan? Mən deyim, Allahın əvəzindən icazə verin. Burada mənə səlahiyyət verər. Mən Allahın əvəzindən deyim ki, sən yaranmısan dünyada ləzzət almağa, yaranmısan axirətdə ləzzət almağa. Sən başdan başa ləzzət üçün yaranmısan. Sənin varlıq fəlsəfən, mövcudluq fəlsəfən ləzzətdir, ləzzətdən başqa bir şey deyil. Sən başdan başa ləzzət üçün yaranmış bir varlıqsan. Sənə göz qamaşdıran ləzzətlər hazırlamışam. Göz qamaşdıran. İnsan ləzzət üçün yaranıb, rahatlıq da birinci niyə onunla danışdıq? Rahatlıq ləzzətin müqəddiməsidir. Adam rahat olur ki, ləzzət alsın. Amma hansı rahatlıq və hansı ləzzət? Mövzu bundadır. Özdə təsəvvür eləməyin, mən ancaq namaz ləzzətindən danışıram. Elə yeməyin də ləzzəti, içməyin də ləzzəti, ünsiyyətin də ləzzəti, gəzməyin də, dolanmağın da, hamısının ləzzətinin maksimumunu din vermək istəyir insana, hamısının. Biz gərək dünyada o qədər məst olaq ki, başqa səhv yerlərdə məstliyi axtarmayaq. Biz bəzən məst olmaq istəyirik, məhdud şəkildə, ziyanlı yolla. O məstliyi bizi daha böyük məstlikdən saxlayır. Ona görə biz heç vaxt dindarlığımız üçün Allaha minnət qoymamalıyıq. İlahi, mən filan ləzzətlərdən keçdim, sənə görə belə tonda danışma Allahla. Ləzzətdən keçdin ləzzət almaq üçün. Ləzzəti də aldın. Nə minnət qoyursan? Məyəm nədənsə keçdin, nəyinsə azaldı, ləzzəti çoxaltdın, pikə çatdırdın. Ona görə də ariflər həmişə özünü Allaha borclu bilir. Bu məstliyi yaşayır, deyir, ilahi, mən sənə necə təşəkkür edim, oturur ağlayır. Bu ağlamaq da başqa göz yaşıdır. Göz yaşı başqası, həmin o ləzzətin gətirdiyi göz yaşı.
Deyim, mən sənə bunlara görə necə minnətdar olum? Bu həyatı mənə verdiyivə görə, bu xoş anları mənə yaşatdığıva görə. Yaxşı yaşamaq üçün daha çox ləzzət almaq lazımdır. Daha çox ləzzət almaq üçün bəzi ləzzətlərdən imtina eləmək lazımdır. Bax, bu həyatın fəlsəfəsidir. Həyat istəklərin idarə olunmasıdır. Kim düzgün istəklərini idarə eləsə, elə bir ruhu vəziyyətə çatar ki, hər şeydən ləzzət alar. İstəklər də əsas iki dənədir. Bir rahat tələbli, bir də ləzzət tələbli. Bəs siz deyə bilərsiniz, bəs dünya pərəstliyi, bəs məqam pərəstliyi, hamısı ləzzət pərəstliyin şöbələridir. Dünyanı da ona görə çox istəyir ki, ləzzət alsın. Məqamı da ona görə çox istəyir ki, ləzzət alsın. Ləzzətləri idarə eləmək nə? Qısa danışıram. İkinci xütbəni də çox qısa eləyərəm ki, vaxtınızı çox almayayım. Ləzzətlərin düzgün idarə edilməsi nədir? Diqqət eləyin, yorulmayın, mən sözümü çatdırım. Ləzzətlərin düzgün idarə olunması, yəni bəzi ləzzətləri məhdudlaşdırmaq, bəzi ləzzətlərdən tam imtina eləmək və bəzi ləzzətləri artırmaq. Bəzi ləzzətlər var ki, onlardan imtina eləməlisən dedik. Bəzi ləzzətlər var, məhdudlaşdırmalısan, bəziləri də var, məhdudlaşdırmamalısan. Ləzzəti al, amma ilişib qalma. İlişib qalma onun üstündə. Onu ilahiləşdirmə, şişirtmə, olduğundan çox şişirtmə. Sən filan yeməyi xoşlayırsan, lap yaxşı. Ye, keyfi çək. Filan yeməyi xoşlayırsan, ye. Sənə demirlər yemə. Yeməyi ye, amma day aşiq olma. Bu qədər də şişirtmə. Yeməyin şəklini vurub başının üstünə qoymayacaqsan ki. Ürəyin başına nişan kimi taxmayacaqsan ki. Ye, keç, ged üstündən. Yenə də arzudun, yenə də ye. Demirlər yemə. Amma biraz həddində ye. Çünki çox yiyəcəksən, ləzzətdən də məhrum olacaqsan. O yeməyin də ləzzəti olmayacaq. O ki, din deyir az ye, elə bilirlər ancaq gecə namazı üçün deyir. Din deyir az ye ki, yediyindən çox ləzzət alasan. Çox yedin, ağrıya çevriləcək, ləzzətin azalacaq. İlişib qalma bəzi ləzzətlərin üstündə. Bugün də bir təzə söz deyim. Bəzi ləzzətləri məhdudlaşdırırıq. Bəziləri qadağan edirik özümüzə. Bəzi ləzzətlər var, dadırıq, keçirik. Bəzi ləzzətlər var, onları kəşf edirik. O ləzzətləri kəşf edirik. O ləzzətləri kəşf elə, içində var, gizlidir. O ləzzətləri kəşf elə və artır. Artıra da get. Nə qədər istəyirsən ləzzət al. Kəşf elə içində olan ləzzətləri. Ləzzət almaq istedadı artır. Ləzzət almaq istedadı. Bəzi ləzzətlər var, bəli, onları tez-tez yad elə, şirt deyəndə ki, artır. Şəklini də lap başının üstünə as. Bax, onların şəklini icazə verirlər asmağa. Ürəyin üstündə də saxla. Artır, günbəgün artır, artığının ziyanı yoxdur. Nə qədər istəyirsən artır. Fiha ma təştəhil ənfus. Cənnətdən danışır. Deyir, orada ürəyin nə istəyir var. O ancaq oradadır, yox, buradan başla. Bəzi ləzzətlər var, içində gizlidir, üzə çıxart, artır, qərq ol ləzzətə, qərq ol. Bu dünyada ləzzətin artdıqca dinən gör orada nə var. Həmişə orayla müqayisə elə. Bu ləzzətlər səni yönəltsin, sıxıntılar yox. Bizcə ahirətə bilirsiniz yönəlirik. Ay Allah, yorulduq da, bezdik. Ay Allah, bizə getsəydik, orada da hələ bilinmir cənnət olacaq. Bir də var yox, ləzzətin artdıqca, ləzzətdən keçid alasan cənnətə. Ləzzətdən. Deyəsən ki, bundan qat-qat çox oradadırsa gör ora nədir. Ləzzətdən çıxış eləyib cənnətə tərəf hərəkət eləyəsən. Bax, bu xəyallarla yaşayasan. Xəyalpərəstliyi hamı pis şey adlandırır. Amma yalancı xəyalpərəstlik pisdir. Xəyallar qur özün üçün, xoşbəxtlik xəyalları, amma reallığa uyğun xəyallar. Nə qədər istəyirsən xəyalında canlandır, Allah Quranda tərif edir. Deyir, xəyalınızda canlandırdığınız hər şeyi orada verəcəm və onun şüası ilə burada ləzzət başlanır. Buradan o ləzzəti başla. Din ləzzət bəxşdir, din ləzzət üçün gəlib, şeytan ləzzətin düşmənidir. İndiyəcən bizə deyiblər, din ləzzətdən məhrum eləyir. Şeytan isə ləzzət verir insana. Vallahi bu yanlışdır və bu yanlışı anlamalı və anlatmalıyıq.
Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İza caa nasrullahi vel fath ve ra'ayten nase yedhulun fi dinillahi afvaca fesabbih bihamdi rabbike vestağfirhu innehu kana tevvaba. Sadakallahul aliyyul azim.